Salam, hər vaxtınız xeyir olsun. Bugün 11 yanvar 2026-cı ildə keçirilən güvən sınağının izahına baxacağıq. Başlayalım. Birinci sualda nə deyir bizə? Düz xətlər hərəkətinin cismin sürətinin modulunun zamandan asılıq qrafiki verilmişdir. 5-ci saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Başlanğıc sürəti qrafika fikir versəz, başlanğıc sürətimiz 0-dır. Onda V bərabərdir AT düsturunu hesablayacağıq. T bilirik, bizə A lazımdır. A-yı hardan tapacağıq? Qrafikdən. A bərabərdir V minus V0 bölək T-dir. Başlanğıc sürətimiz 0. 3-cü saniyənin sonundakı sürət isə 6-dır. 6 çıxa 0 bölək 3. Təcilimiz 2-dir. Bərabər yeniləşən hərəkətdir. Təcili yerinə 2 qoyuruq. Zaman isə verib 5-ci saniyənin sonunda. Vuraq 5. Olacaq 10. Deməli, 5-ci saniyənin sonunda sürət 10 olur. Cavab C variantıdır. Hansı ifadələr doğrudur? Düz xətli bərabər yavaşlayan hərəkət edən maddi nöqtənin. Hərəkət trayektoriyası düz xətdir. Özü deyir onsuz da düz xətlidir. Deməli, bir düzdür. Hərəkət trayektoriyası əyri xətlidir, səhvdir. Sürətin qiyməti zaman keçdikcə dəyişir. Bəli, dəyişir. Çünki bərabər yavaşlayan hərəkətdir. Sürətin qiyməti zaman keçdikcə azalacaq. Təcilin qiyməti zaman keçdikcə dəyişmir. Çünki bərabər yavaşlayan hərəkətdə, bərabər yeniləşən hərəkətlərdə təcil sabit qalır. Həm ədədi qiyməti, həm də istiqaməti. Deməli, 1, 3, 6. Cavab olur B variantı. 33. Xətti sürəti 5 metr saniyə olan maddi nöqtə verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Deməli, xətti sürəti bizə veriblər 5. Dövrətmə periodu 2 saniyədir. Olan bu maddi nöqtə 4 tam dövrdə n bərabər 4. Ərzində getdiyi yolu soruşur bizdən, yol bərabər suala. Bax, belə düşünəyim, bu bizim çevrədir. Cisim A nöqtəsindən başlayır hərəkətə. Bir tam dövr ərzində çevrənin uzunluğu qədər yol gedir. Yəni, bura gəlir. A-dan başlayır, A-ya gəlir. İndi 4 tam dövrdə nə qədər yol gedəcək bu? 4 vurulsun, L gedəcək. Çevrənin uzunluğuna bir L desək, onda 1 tam dövrdə, yəni 2 saniyəyə nə qədər yol gedir? L qədər yol gedir. 4 tam dövrdə nə qədər yol gedər? 4 L qədər yol gedəcək. Bax, getdiyi yol 4 L olacaq. Bəs buradan biz L-i necə tapacaq? V bərabərdir L bölək T düsturundan tapacaq. İndi cisim A-dan başlayıb A-ya gələndə keçən zaman nə olur? Perioda bərabər olur. Onda mən bunu T-də yaza bilərəm. L bərabərdir V vurulsun T olacaq. V-imiz 5, T-imiz də 2-dir. Olur 10. Deməli, 1 tam dövrdə nə qədər yol gedir? 10 metr. 4 tam dövrdə nə qədər yol gedəcək? 4 vuraq 10. Olacaq 40 metr. Cavab olur Y variantı. 34. Çevrə üzrə bərabər sürətlə hərəkət edən dövrətmə tezliyinin çevrənin radiusundan asılıq qrafiki verilmişdir. N-in R'dən. Hansı nöqtədə xətti sürəti ən böyük qiymətinə uyğundur? Yəni, xətti sürət ən böyük olsun. V bərabərdir 2 pi R N düsturuna baxsaq, V həm R-dən, həm də N-dən necə asılıdır? Düz asılıdır. Onda biz N-in və R-in ən böyük qiymətini götürməliyik. Fikir versəz, R-in ən böyük qiyməti 2 ilə 3-dür. N-in ən böyük qiyməti 1 ilə 2-yə düşür. Hər ikisinin ortaq hansı olacaq? Başqa rənginə işarələyək. Hər ikisinə ortaq 2-dir. Deməli, cavab olacaq onda 2. Yəni, həm R-in, həm də N-in ən böyük qiymətini götürməliyik. 35-ci sual. Maddi nöqtəyə bir düz xət boyunca əks istiqamətlərdə yönəlmiş F1 və F2 qüvvələri tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisi 5 Newtondur, əks yönəlibdir. Bu bizim maddi nöqtədir. F1 bu istiqamətdə 3 Newtondur. F2-ni bilmirik, F2 də bu istiqamətdədir. Və F əvəzləyicini də bizə veriblər 5 Newton. Əks istiqamətlər onda çıxırıq. F əvəzləyici bərabərdir. F2 çıxaq, F1 yazıram burada. F əvəzləyicimiz 5. F2 çıxılsın, F1-imiz də 3-dür. Onda F2 neçə olacaq? 8 Newton. Cavab olur D variantı. İçərisində su olan menzurkaya 60 qram olan 5 cisim salınmışdır.
Bax, bu bizim menzurkuya gətirib 60 qramlıq bir bərk cisim salmışıq. Deməli, cisimin kütləsi nə qədərdir? 60 qramdır. Menzurkanın göstəricisine əsasən cismin sıxlığını hesablayın. Baxın, fikir versəz, sıxlıqları burada qramla veriblər. Onda mən bu kütləni elə qram olaraq saxlayacağım, kiloqrama keçməyəcəm. Sıxlığı hesablamaq üçün rho bərabərdir m bölək v düsturundan istifadə edəcəm. M-imiz 60 qramdır. Bəs həcm nə qədərdir? Mayelərə salınan cisim öz həcmi qədər mayeni sıxışdırır kənara. İndi əvvəlcə menzurkanın göstərişi nə qədər idi? 40. Cisimi salandan sonra nə qədər olub? 60 milli olub. Deməli, bizim cismin həcmi nə qədər imiş? 20 millimetr imiş də. 20 millimetr suyu neyinib? Sıxışdırıb kənara, yuxarıya. 60 çıxaq 40. Bax, bu menzurkaya görə biz cismin həcmini tapa bilərik. Göstərişinə görə. 20 millilitr. 20 millilitr, bax, 1 millilitr elə 1 kub santimetr deməkdir. Onda 20 millilitrdə 20 kub santimetrdir. Cevaplar qram bölək kub santimetrindəndir. Ona görə buraya yazacağım 20. Və böləndə də olur 3 qram bölək kub santimetr. Cavab olacaq B variantı. Yer səthəndən H hündürlüyündə yerin gravitasiya sahəsinin intensivliyi hansı fayda ilə təyin olunur? Bizim yerdir. Və yer səthindən H qədər hündürlüyə qaldırmışıq. Cisim buradadır. Hündürlük də H-dır. Gravitasiya sahəsinin intensivliyi C M bölək R plus H-ın möhtərizə kvadratına hesablanacaq. Yəni H hündürlüyündə sahənin intensivliyinin düsturu budur. Cavab olur D variantı. M burada yerin kütləsidir, planetin kütləsidir. Yer səmtindən şaquli yuxarı atılmış cismin yer dəyişməsinin modulun zamandan asılı qrafik hansıdır? Havanın müqavimət qüvvəsini nəzərə almırıq. Yer dəyişmənin düsturu şaquli yuxarı atılan cisimlərdə, baxın, cisimi yuxarı atırıq. Cisim ilk öncə yuxarı yavaşlayan hərəkət edir, sonra başlayır, aşağı doğru hərəkət edir və yeniləşən hərəkət edir. Bura V0-dır. Müqavimət qüvvəsi nəzərə alınmayanda, elə hansı sürətlə atılıbsa, eyni sürətlə düşür yerə. Cisim burada maksimal qalxmasıdır bu da onun. Maksimal qalxma hündürlüyüdür. H maxdır. İndi yer səthinə şaquli yuxarı atılan cisim necə hərəkət edir? Yavaşlayan hərəkət edir. S bərabərdir V0T çıxaq JT kvadratı bölü 2 ilə hesablanır. İlk öncə yuxarıya qalxır, sonra başlayır nə etməyə? Aşağı düşməyə. Onda S-in T-dən asılı qrafikini çəksəm, birinci hissədə necə hərəkət edir bu? Yavaşlayan, sonra nə edir? Y oxun əksinə yeniləşən hərəkət edir. Onda qrafikimiz necə olar? İlk öncə yavaşlayan hərəkət eləyəcək bu şəkildə. Bura T qalxma deyirik. S-in T-dən asılını çəkirik. Sonra başlayın nə etməyə? Yeniləşən hərəkət etməyə. Burada T düşüş olur. Onda cavabımız nə olacaq? Y variantı. Yayın sərtliyinin vahidinin BC-də əsas vahidlərlə ifadəsi hansıdır? Sərtlik K bərabərdir F bölək X-dir. F elastiklik bərabərdir KX-dir. Onda sərtliyin vahidini buradan çıxarsaq, nə olacaq? 1 Newton bölünsün metrdir. Newton açılışı kiloqram vıraq metr bölək saniyə kvadratı. Burada da bir dənə metrimiz var. Bu metrlər ixtisar gedəcək. Nə qalacaq? Kiloqram bölək saniyənin kvadratı. Cavab olur D variantı. 40-cı sual. Masa üzərində sürüşən M1 cisim ilə səth arasındakı sürtünmə əmsalı 0.5-dir. Yəni, M1 cisimimiz budur. Və burada bir sürtünmə qüvvəsi var səth arasında. Buna bir Fs deyək. Və buradakı sürtünmə əmsalını bizə veriblər 0.5. Sürtünmə əmsalı 0.5. Bu cismin təcilinin modulunu hesablayın. Bax, bizdən bu təcil soruşur. Təbii ki, M2 də bir təcilindən düşür aşağı. İpin çəkisini və blokun oxundakı sürtünmə qüvvəsini nəzərə almırıq. M1-imiz 2 kiloqramdır. 2 kiloqram. M2-miz də 3 kiloqramdır. Gəlin, burada qüvvələrimizi göstərəyin. Birinci Fs tapağın. Fs bərabərdir müyü mg-yə. Müyü mg-yə. Yəni 0.5 vıraq 2 vıraq 10. Sürtünmə qüvvəsi onda oldu burada 10 Newton.
Bu sürtünmə qüvvəmiz. Digər tərəfdən bu cismi aşağı doğru dartan M2J ağırlıq qüvvəsi var. M2J. Bu da olacaq 3 vuraq 10. 30 Newton da aşağı doğru dartır. Bu ipdə yaranan gərilmə qüvvəsi T deyək. Fikir versəz, bu eyni bir ipdir. Eyni ipdə nə olmalıdır? Eyni gərilmə qüvvəsi olmalıdır. Buna T desək, onda burada da yaranan gərilmə qüvvəsinə bir T deyə bilərəm. Burada, bax, bu M1 üçün baxsam, T hayana da artır bunu? Sağa doğru. Sürtünmə qüvvəsi hayana da artır? Sola doğru. Və sistem hayana doğru gedir? Sağa doğru. Onda T gərilmə qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Yazaram əvəzləyici qüvvəni. M1A bərabərdir. T çıxılsın Fs. İndi M2 üçün baxsaq, M2J aşağı da artır, T harada artacaq? Yuxarı da artır. Və sistem aşağı doğru düşür. İkinci cisim üçün əvəzləyici qüvvəni yazsın. Newton ikinci qanunu yazsaq, yazarıq belə. M2A bərabərdir. M2J çıxılsın T. Belə bir sistem təlini aldıq. Tərəf-tərəfə toplasaq, olacaq M1A plus M2A bərabərdir. Bu T'nin biri müsbət, biri mənfidir. İslah olacaq. M2J çıxaq Fs. M1'imiz 2 kiloqramdır. 2A. Üstə gələk M2'miz 3 kiloqramdır. 3A bərabərdir. M2J 30 Newtondur. 30. Sürtünmə qüvvəsini burada tapdıq. 10 Newton. MJ düsturundan tapdıq. Çıxaq 10. Buradan alınır 5A bərabərdir 20'yə. A da bərabərdir 4. Deməli, sistemin təcili neçə oldu? 4 metr bölək saniyə kvadrat. Cavab olur B variantı. 41-ci sual. Kütləsi 60 kiloqram olan yükü bloklar sistemi vasitəsilə tarazlıqda saxlayan F qüvvəsinin modulunu hesablanır. Bizdən bu F'i soruşur. Bu kütləmiz 60 kiloqramdır. Aşağı doğru MJ ağırlıq qüvvəsi ilə də artır. MJ olur 60 vuraq 10. 600 Newton. Aşağı doğru da artır. İndi ipə fikir versəz, bax, eyni bir ipdir. Eyni ipdə hər zaman eyni gərilmə qüvvəsi yaranır. Deməli, burada F-dirsə, onda burada neçə olacaq? F. Gəlirəm, burada da F olacaq, burada da F olacaq, burada da F olacaq. Deməli, neçədən F bu cismi, belə deyək, yuxarı doğru da artır? 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4 dənə. Bax, bu da F'dir. Bu F'i biraz buradan yazağın. Bu da F'dir. 4 dənə F yuxarı doğru da artır. Onda yuxarı doğru da artan qüvvələrin sayı 4'dür. 4F. Aşağı doğru da artan hansıdır? MJ ağırlıq qüvvəsi. 4F bərabərdir MJ'yə. F bərabər nəyə? MJ bölək 4'ə. Yəni 600 bölək 4 olacaq 150 Newton. Deməli, qüvvəmiz neçədir? 150 Newton. Bu sistem qüvvədə 4 dəfə qazanc verir. Bunu belə yazırsınız. Yəni, buradakı iplərin sayına görə də yaza bilərsiniz. 1, 2, 3, 4. 4 dənə ip tarazlıqda saxlayır. Onda 4 ip yuxarı da artır. Aşağı da doğru da artan MJ'dir. 4F bərabərdir MJ. Yəni, F, 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 bu da F'dir. 4 dənə F yuxarı da artır. Yer səthindən müəyyən hündürlükdən sərbəst düşən 2 kiloqram kütləli cismin ikinci saniyənin sonunda kinetik enerjisinin potensial enerjisindən 4 dəfə çoxdur. Yəni, ikinci saniyənin sonunda kinetik enerji potensial enerjidən neçə dəfə çoxdur? 4 dəfə. 4 Y potensiala bərabərdir. Bu cismin tam mexaniki enerjisini hesablayın. Tam enerji sərbəst düşür, müqavimət qüvvəsi yoxdur burada. Fm 0'dır. Onda tam enerji nəyə bərabərdir? Kinetik plus potensial enerjiyə bərabərdir. Bu ikisinin cəmli. İndi bizim cisimimiz müəyyən bir H hündürlüyündən sərbəst buraxmışıq. Baxın, H hündürlüyündən sərbəst buraxırıq. İkinci saniyənin sonunda cisim müəyyən bir H hündürlüyündə olacaq. Belə deyək. Buradakı sürətinə də bir V1 deyək. Hündürlüyünə də bir H deyək. Başlanğıc sürətdə sürət, belə deyək də, başlanğıc anda sürət 0 idi. İndi H-ı bilmirik. Biz ikinci saniyənin sonunda cismin sürətini tapa bilərik. Necə tapacaq? Sərbəst düşən cisimlərdə
Son sürət nəyə bərabərdir? JT-yə. Yəni, ikinci saniyənin sonu demir. 10-da vuraq, 10 vuraq neçə yazacaq? 2. Olacaq 20. Cismin buradakı sürəti 20 imiş. Deməli, cismin buradakı sürəti neçə oldu? 20. Metr bölək saniyə. Biz onda bu nöqtədəki kinetik enerjini tapa bilərik. Kinetik enerji nəyə bərabər olacaq? mv kvadratı bölək 2-yə. M-imiz 2-dir. 2 vuraq 20-nin kvadratı bölək 2. Bu da olur 400 joule. Deməli, kinetik enerji neçə oldu? 400 joule. Bəs potensial enerjini necə tapacaq? Deyir ki, bizə ikinci saniyənin sonunda kinetik enerji potensialdan neçə dəfə çoxdur? 4 dəfə çoxdur. Onda yazaram 400 bərabər 4y potensiala. Potensial nəyə bərabərdir bəs? 100 joule. Potensial enerjimiz də 100 joule oldu. Tam enerji nəyə bərabər? Kinetik plus potensial deyil. 400 üstəcələk 100 olacaq 500 joule. Deməli, tam enerji 500 joule olur. 42. 43-cü sual. F 20 Newton dartı qüvvəsinin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edən cismin üzərində sürtünmə qüvvəsi 5 metr yolda gördüyü şey hesablayın. Cisim üzərində sürtünmə qüvvəsi iş görür və bu cisim nə qədər yol gedir? 5 metr. Bax, burada görülən işi tapın. Görülən işin düsturu A bərabərdir. Sürtünmə qüvvəsindən danışırsa, Fs vuraq S yazılacaq. Modulunu deyir. Sürtünmə qüvvəsinin işi hər zaman mənfi olur. Modul dediyinə görə də mənfi nəzərə almayacaq. İndi bizə lazımdır burada sürtünmə qüvvəsi. Cisim necə hərəkət edir? Düzxətli bərabər sürətlə hərəkət. Düzxətli bərabər sürətlə hərəkətdə sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabər olur. Bəs bu cismi sağa doğru dartan qüvvə hansıdır? Ona baxacaq. Bax, bu qüvvənin 2 dənə proyeksiyası var. Biri Fx-dir, biri də Fy-dir. Bu cisimə üfüqi istiqamətdə təsir edən qüvvə Fx-dir. Yəni, sağa doğru aparan qüvvə Fx-dir. Fy isə şaquli istiqamətdə təsir edir. Onda Fx hansı katetdir? Bucağa bitişik katetdir. Bucağa bitişik katet hər zaman hipotenuz vurulsun kosinüs alfa. Onda Fx bərabərdir F vuraq kosinüs alfa. Bəs sürtünmə qüvvəsi nəyə bərabərdir? Dartı qüvvəsinə. Dartı qüvvəsi ilə bu Fx-dir da. Onda Fs bərabərdir Fx yazacaq. Yəni F vurulsun neçə? Kosinüs alfa. F-imizi veriblər 20 Newton. 20. Kosinüs neçədir? 0.8. Vuraq 0.8. Bu da olur, deməli, 16 Newton. Deməli, sürtünmə qüvvəsi nə qədər oldu? 16 Newton. Bəs sürtünmə qüvvəsini gördüyü şey hesablayanda 16 vurulsun neçə yazacaq? 5. Bu da olacaq 80 joule. Yenə deyirəm, burada belə deyək, işin modulunu soruşur. Modul deməsəydi, mənfi olardı. Sürtünmə qüvvəsinin işi hər zaman mənfi olur. Hərəkətin əksinə yönəlir. 44. Hansı cihaz vasitəsilə riyazi rəqqasın rəqs periodunu təyin etmək olar? T bərabərdir. Riyazi rəqqasların rəqs periodu 2pi kök altında L bölək J'dir. Burada pi sabitdir. J sərbəst düşmə təcilidir. Bunları bilirik. Deməli, mən periodu tapmaq üçün nəyi tapmalıyam burada? Rəqqasın uzunluğunu tapmalıyam. Bax, riyazi rəqqasımız budur. Çəkisiz uzanmayan sapdan asılan cisimdir, maddi nöqtə. Deməli, biz bu riyazi rəqqasın uzunluğunu tapsaq, bu sapın uzunluğunu tapsaq, nədir? Periodu hesablaya bilərik. Bəs bu uzunluğu nə ilə ölçə bilərik? Xəttkeşlə. Cavab olur A variantı. 45-ci sual. Harmonik rəqs edən cismin koordinatını zamandan asılı qrafik verilmişdir. Rəqs periodu T və rəqs amplitudunu müəyyən edin. Periodu necə tapırsınız? 4 dənə dilim sayırsınız. 1, 2, 3, 4. Bax, 4 dənə dilim sayırsınız, period olacaq. Neçə düşür? 8-ə. Deməli, period oldu 8. 4 dənə dilim saydıq. 1, 2, 3, 4 dənə. Amplitud nədir bəs? Kənar, belə deyək də, tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı məsafədir amplitud. Bax, buralar amplitud məsafələrdir. Alardı bunlar. Onda buradan burada. Yəni, neçədir? Mənim 3 metrdir. Cavab olacaq ona görə C variantı. Gəmidə dərinliyi 6 km olan dənizin dibinə suda yayılma sürəti 1500 metr saniyə olan ultrasəs siqnalı göndərilir.
Bu səs siqnalının göndərilmə və qəbul olunma anlarındakı vaxtı təyin eləyin. Ə, Belə düşünək, bax bu bizim dənizimizdir. Burada da gəmimiz var. Gəmi də budur. Bulduran ultra səs göndərilir, gedir, dəyir dənizin dibinə, təzədən qayıdır geri, əks sədadır. İndi getməyə bir T1, gəlməyə də bir T2 zaman sərf edir də. Hansı müddətdə gedirsə, eyni müddətdə də nə edir? Qayıdır. Həmin dənizin dərinliyini hesablayanda nə edirdi? S bərabərdir VT. Sadəcə olaraq burada T həm getməyə, həm də gəlməyə sərf olunan zaman idi. Ona görə nə edirdik? Bölürdük 2-yə. Buradan T'yi tapsaq, T nəyə bərabərdir? 2S bölək V-dir. S'imiz nə qədərdir? 6. 2 vuraq 6, sürət isə 1500-dür. 6 kilometrimiz də 6000 metrdir uşaqlar. 6000 yazacaq. 12.000-i böləcəyik 1500-ə. Buradan bu 2 sıfır atarıq. 120-yi 15-ə bölündə 8 saniyə. Bu 8 saniyə həm cismin getməyinə sərf olunub, həm də qayıtmağına sərf olunub. Yəni 4 saniyə cisim demək, daha doğrusu səsin. 4 saniyə səs gedib, 4 saniyə isə nə edib? Qayıdıbdır. Cavabımız olacaq ona görə bizə deyir həm getməyə, həm də gəlməyə sərf olunan zaman tapın 8 saniyə. 47. Harmonik rəqs edən cismin impulsunun proyeksiyasının zamandan asılıq qrafik verilmişdir. Bu cismin kinetik enerjisinin zamandan asılıq qrafiki hansıdır? Fikir versəz, impuls zamana görə hansı qanundan dəyişir? Sinusoid qanunundan dəyişir. Baxın, sürət, impuls, kinetik enerji zamana görə eyni dəyişirdi. Yəni, sürət, impuls, kinetik enerji zamana görə eyni dəyişmək o demək ki, sürət sinusoidlə dəyişirsə, impuls da sinusoid, kinetik enerji də sinusoid qanunundan dəyişməlidir. Və yaxud da sürət kosinusdursa, impuls da kinetik enerjidə nə olmalıdır? Kosinusoid qanunundan dəyişməlidir. Yəni, bu üçü də eyni zamanda artır və eyni zamanda azalırlar. Eyni dəyişmək bu deməkdir. İndi impuls zamana görə hansı qanundan dəyişir? Sinusoid qanunundan. Onda kinetik enerji hansı qanundan dəyişməlidir? O da sinusoid. Deməli, kosinusoid olanları atırıq. Bunlara baxmağa gərək yoxdur. Bəs kinetik enerji. Enerji hər zaman müsbət olur. Onun səbəbi nədir? Kinetik enerjinin düsturunu yazsaq, P kvadratı bölək 2M yazaram. Burada kvadrat var. Kvadrata yüksəldəndə mənfi də olsa nə olur? Müsbət olur. Hətta biz bu tənliyi yaza da bilərik. Bax, P nəyə bərabərdir? PM mənfi PM sinus omega T'dir. Gətirib yerinə qoysam, bura 2, kvadrata yüksəldəndə P'min kvadratı, sinus kvadratı omega T alacam. Bax, kvadrat var burada. Kvadrat varsa mənfi ola bilməz də. Hansı qanundan dəyişdir? Sinusoidlə. Gördünüz mü? Üçü də eyni qanundan dəyişir. Deməli, müsbətdə götürəcəyik və sinusoid götürəcəyik. O da olur C variantı. Cavab olacaq C variantı. Yəni, bu mənfi olan hissəni nəzərə almayacaq. Bax, bu mənfiləri nəzərə almayacaq. 48. Suda üzən cisimlərin sıxlıqları nisbətini hesablayın. Batan hissəni bizə veriblər. Birinci cismin nə qədər batıb? Bir V hissəsi, yəni yarısı batıb. İkinci cismində isə 3/1 hissəsi batıb. Bax, 3V həcmi var, 1 V batıb, 2V kənarda qalıb. Batan hissənin həcminin düsturundan istifadə edəcək. V batan bərabərdir. Rho cisim bölək, Rho maye. Burada sudur, mayenin sıxlığı eynidir onsuz da. Vırılsın V cisimdir. İndi birinci üçün yazsam, bu V batan 1, bu da Rho cisim 1 olsun. Cismin həcmi nə qədərdir? 2V'dir da. Bax, bu cismin həcmi 2V'dir. Nə qədər batıb uşaqlar? Bir V batıbdır. Onda V batan 1-in yerinə nə yazacağım? V bərabərdir. Rho cisim bölək Rho maye. Cismin həcmi 2V'dir. Buradan alırıq ki, bax, bu V-ləri ixtisar eləsək, 2 Rho cisim 1 bərabərdir. Çarpaz buyuram. Bu V-ləri atdıq. Burada 1 qaldı. Rho maye. Rho cisim 1 bərabərdir. Rho maye bölünsün 2. Bu birinci mayenin sıxlığıdır. İkinci mayenin sıxlığını tapanda isə yenə batan hissənin həcmindən istifadə edəcəm və batan 2 bərabərdir.
Rho 2 bölək Rho maye vuraq V cisim. Yəni ikinci cisim. İkinci cisim nə qədər batıb mayeyə? V-yi batıbdır. V. Bəs ikinci cisimin həcmi nə qədərdir? 3V-dir. V bərabərdir. Rho 2 bölək Rho maye vuraq neçə? 3V. Buradan V-ləri yenə ixtisar edirik. Burada 1 qalır. Çarpaz vursaq 3 Rho 2 bərabərdir 1-ə. Rho 2 də bərabər nəyə? 3-də 1-ə. 3-də 1, daha doğrusu Rho maye deyək də buna. Burada çünki çarpaz vuranda Rho maye olur. Rho 2 bərabərdir 3 Rho 2 bərabər Rho maye. Buradan da alırıq ki, Rho 2 bərabərdir Rho maye bölək 3-ə. Deməli, ikinci maye cismin sıxlığı Rho maye bölək 3-dür. Birinci cismin sıxlığı nə qədərdir? Rho maye bölək 2. Bizdən nisbəti soruşur. Onda yazarıq Rho 1 bölək Rho 2 bərabərdir. Birincinin sıxlığın yerinə nə yazacaq? Rho maye bölək 2. İkincinin sıxlığın yerinə Rho maye bölək 3. Bu Rho mayelər ixtisar gedəcək. 3 qalxacaq yuxarı. 2 düşəcək məxrəcə. 3 bölək 2. Cavab olur 2-də 3. C variantı. Hidravlik maşında sahəsi 50 kvadrat santimetr olan kiçik porşenə təsir edən qüvvə 80 newtondur. Bax, hidravlik maşını təsəvvür eləyək. Hidravlik maşın budur. Hidravlik pres deyirik buna. Deməli, kiçik porşeni, hidravlik maşında sahəsi 50 kvadrat santimetr olan kiçik porşenə, bax, bu kiçik porşenimizin sahəsi 50-dir. Təsir edən qüvvəmiz, F-imiz, F1 deyək, buna da S1. F-imiz nə qədərdir? 80 newtondur. Tarazlıqda olan sahəsi 200 kvadrat santimetr olan böyük porşenə, bunun sahəsi isə nə qədərdir? 200-dür. Buna təsir edən qüvvə isə F2-dir, belə deyək. F2-nin qiymətini bizdən soruşur. Tarazlıqdadır. Bax, hidravlik maşının iş prinsipi Pascal qanununa əsaslanır. Bura edilən P2-dir, bura edilən təzyiq isə P1-dir. Və bu böyük porşenə təsir edən təzyiqlə kiçik porşenə təsir edən təzyiqlər bir-birinə bərabər olmalıdır. Yəni, bu təzyiqlər bir-birinə bərabər olmalı ki, bu tarazlıqda qalsın. Hidravlik presin iş prinsipi Pascal qanununa əsaslanır və qüvvədə qazancı da buradan çıxır. Onda yazarıq ki, P1 bərabər nəyə? P2-yə. P1-in yerinə nə yazacaq? Təzyiqin düsturu P bərabərdir F bölək S-dir. P1-in yerinə yazıram onda F1 bölək S1. P2-nin də yerinə yazırıq F2 bölək S2. F1-imiz 80, S1-imiz 50-dir. Hər ikisi santimlə olduğuna görə çevirmirəm tam. Bərabərdir. F2-miz bilmirik. F2. F1-imiz neçədir? 200. Buradan bu sıfırları atarıq. Çarpaz vursaq 5F1 bərabərdir. 8 vuraq 200. Buradan da F1 bərabərdir. 8 vuraq 200 bölək 5. 200-ü 5-ə böləndə 40 düşür. 40-ı da 8-ə vuranda 320 newton. Deməli, böyük porşenə təsir edən qüvvə 320 newtondur. Bax, bu P1 bərabərdir P2-dən hidravlik presin qüvvədə qazanc düsturunda çıxardırıq. Hidravlik presin qüvvədə qazanc düsturunda böyük porşenə təsir edən qüvvənin kiçik porşenə təsir edən qüvvəyə olan nisbətinin, belə deyək də, qüvvələr nisbəti sahələr nisbətinin düz asılıdır. Böyük porşenin sahəsi bölünsün kiçik porşenin sahəsidir. Budur. 50-ci sual. 27 dərəcə temperaturda 4 litr həcmli balondakı 0,2 mol ideal qazının təzyiqini hesablayın. Temperatur 27 dərəcədir. Selsi ilə verilib. Mütləq Kelvinə keçməliyik. T bərabərdir. T Selsi üstə gələk 273-dür. Selsidən Kelvinə keçmək üçün. Bu da olur 27 üstə gələk 273. Cavab olacaq 300 Kelvin. 300 Kelvin temperatur. 4 litr həcmdir. 1 kub metr 1000 litrdir. Onda 4 litr nə qədər olacaq? 0,1000-də 4 kub metr. Mütləq
kub metrə keçməlisiniz. Yəni 4 vuraq 10 üstü mənfi 3 kub metr olur. Maddə miqdarında nüyünü də veriblər bizə 0,2 mol. Və bizdən soruşur ki, ideal qazın təzyiqi. Mendeleyev-Klapperyon tənliyi, ideal qazın hal tənliyi, nüyü PV bərabər nüyü R T'dir. Buradan biz P-ni tapsaq, nüyü R T bölək nə olacaq? V. Maddə miqdarımız 0,2, yəni 2 vuraq 10 üstü mənfi 2. R-imiz 8, T-imiz neçədir? 300. 3 vuraq 10 üstü 2 yazaram. Bölünsün V neçədir? 4 vuraq 10 üstü mənfi 3. Bu 10 üstü 2 ilə 10 üstü mənfi 2 gedər. 16 bölək 4 ilə də gəlin 8-i xıçırlayın. Burada 2 qalsın. 2 2-yə vuranda 4. 4 bölünsün neçə? 10 üstü mənfi 3. Bu da olur 4 vurulsun 10 üstü 3. Yəni 4000. 4000 Pascal. Bu nə deməkdir? Bəs 4 kilopaskaldır. Deməli, cavab olacaq 4 kilopascal. Burada nə desə səhvli elədik biz. Dəqiqə təzdən baxağın. Cavab çıxmadı. Hesablamada yəqin səhvli elədik. Temperatur nə qədərdir? 300 Kelvindir. 3 vuraq 10 üstü 2. Həcmimiz 4 litr. Yəni 0,4 kub metrdir. 4 vuraq 10 üstü mənfi 3'dür. Maddə miqdarımız 0,2'dir. 2 vuraq 10 üstü mənfi 2'dir. R-də 8 veriblər. İdeal qazın hal tənliyi PV bərabər nüyü R T'dir. P bərabərdir nüyü R T bölək V alınır. Maddə miqdarımız 2 vuraq 10 üstü mənfi 2. 2 vuraq 10 üstü mənfi 2. R-imiz 8. T-imiz də 300. 3 vuraq 10 üstü 2 yazıram. Bu 10 üstü 2'lər gedir. Burada biz bayaqları 3 yazmamışdıq. V-imiz neçədir? 4 vuraq 10 üstü mənfi 3. Bir dəqiqə. V-imiz də 4 vuraq 10 üstü mənfi 3. Bu 4 ilə 8-i xıçırlayayım. Burada 2 qalacaq. 2 2'yə vuranda 4, 4'ü 3'ə vuranda 12. 12 vurulsun 10 üstü mənfi 3'də yuxarı qalxır 3 olur. Yəni 12 kilopascal olur. Cavab olacaq E variantı. %51. Sabit temperaturda ideal qazın daxili enerjisinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Bax, temperatur sabitdir. T konstantdır. Daxili enerjinin kütlədən asılılıq qrafikini U bərabərdir 2'də 3 PV'dir. Yəni 2'də 3 M bölək M R T'dir. Temperatur sabitdir, molyar kütlə də sabitdir. Onda U M ilə necə asıldı? Düz asıldı. Cavab olur A variantı. Burada belə deyim, nəyə diqqət eləməlisiniz siz? Çox vaxtı bu temperatur sabit görən kimi daxil enerjini sabit qəbul edirsiniz. Amma o nə vaxt ödənilir? Verilmiş qaz deyəndə. Verilmiş qaz desəydilər, bəli, daxil enerji sabit qalardı. Burada verilmiş qaz sözünü işlətməyiblər. Temperaturu sabit saxlayıblar. Molyar kütlə də sabitdir. Biz qazın kütləsini artırsaq, daxil enerji nə edəcək? Artacaqdır. Bax, bu hissəyə fikir verməlisiniz. Verilmiş qaz demirlərsə, götürüb daxil enerjini sabit götürməyin oradan. Ona görə cavab olur A variantı. Yəni, çox uşaqların burada çaşdığı məqam budur ki, deyirik ki, izotermik prosesdə bu sabit qalır. Amma biz bunu necə deyirik? Verilmiş kütləli qaz deyirik. Verilmiş kütləli qazda izotermik prosesdə temperatur sabit olanda daxil enerji sabit olur. Verilmiş kütləli qaz deyəndə orada M də sabit olur. Yəni molyar kütlə də sabit olur. Sonra maddə miqdarı da sabit olur. Hətta verilmiş kütləli ideal qaz deyəndə molekulların sayı da sabit olur. Bax, bu verilmiş kütləli ideal qaz sözü işlədiləndə bunların hamısı sabitdir. Amma burada bizə verilmiş kütləli ideal qaz deməyiblər. Ona görə U M-dən necə asıldı? Düz asılı olacaqdır. 52-ci sual. Verilmiş kütləli ideal qaz. Baxın, burada veriblər da bizə. Verilmiş kütləli ideal qaz. Bu sözü gördüksə, qazın kütləsidir, molyar kütləsidir, maddə miqdarıdır, qaz molekullarının sayıdır. Bunları sabit qəbul edirik.
verilmiş kütləli ideal qazda bunlar sabitdir. İzobar genişlənmə və izoxor qızma prosesləri üçün Euler-Venn diaqramlarına uyğun ifadələri müəyyən edin. İzobar genişlənmə. Yəni bir dəfə təzyiqi sabit saxlayıb həcmi artırırıq. Bir də izoxor qızdırma prosesləridir. Qazın sıxlığı azalır. Yadda qalsın ki, izoxor prosesdə, izoxorda, yəni V konstant olanda, Rho da, N də konstant olur. Səlqələyəcək bunu. İzoxor prosesdə V, Rho, bir də N. Bu üçü konstant olacaq. İzoxor prosesdə. İndi qazın sıxlığı azalır, onda izoxorda azalanmaz. Cavab bir ara gələcək, birə. Qazın sıxlığı dəyişmir. İzoxor prosesdə. Qazın temperaturu artır. İzobar genişlənmədə P konstantdır. P konstant olanda izobar prosesdə V ilə T düz asıldı. Deməli, qazın temperaturu izobar genişlənmədə artacaqdır. İkincidə nə deyir bizə? İzoxor qızma deyir onsuzda. Qızma nədir? Temperaturun artmasıdır. Deməli, 3 ortaq olacaq. Qazın təzyiqi dəyişmir. Hansı prosesdə? İzobar prosesdə. İzobarda P konstant olur. Bax, izobarda P konstant. Onda 4 də gələcək ara 1-ə. Deməli, 1-ə 1, 4, 2-yə 2, 3-ə də 3 oldu. Cavab olur Y variantı. 53. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. 1. Bərabər olan, 2. Ağırlıq qüvvəsinə, 3. Böyük olan, 4. Arximet qüvvəsi, 5. Kiçik. Sıxlığı müəyyən sıxlığından kiçik olan cisim müəyyən hissəsi mayeyə batmaqla onun səthində üzür. Cismin sıxlığı mayenin sıxlığından kiçik olanda cismin müəyyən hissəsi mayeyə batır və səthdə üzür. Deməli, 1-ə 5 gəlməlidir. Sıxlığı mayenin sıxlığına cismin həmin mayenin daxilində ixtiyar dənişdə üzür. Sıxlığı mayenin sıxlığına bərabər olanda isə, bax, cismin sıxlığı mayenin sıxlığına bərabər olanda cisim mayenin daxilində üzür. Bax, buralarda üzəcək. Yəni, cisim mayenin daxilində üzəndə cismin sıxlığı mayenin sıxlığına bərabər olur. Deməli, bura 1 gəlməlidir. Mayedə üzən cismə təsir edən Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. Ümumiyyətcə, üzmə gördüksə, Arximet ağırlıq qüvvəsinə bərabərdir. Deməli, ağırlıq qüvvəsinə bərabər olur. Bura 2 gələcək. Sıxlığı mayenin sıxlığından böyük olanda cisim mayedə batır. Bax, cismin sıxlığı mayenin sıxlığından böyük olanda cisim mayedə batır. Burada cismin sıxlığı mayenin sıxlığından böyük olur. Deməli, sıxlığından böyük olanda nə edəcək? Batacaq. Bu da 3-dür. Mayedə batmış cismin çəkisi onun vakuumdakı çəkisindən Arximet qüvvəsi qədər az olur. Cisimlərin mayedəki çəkisi P maye bərabərdir. P0 çıxılsın F Arximetdir. Çünki bu cisimə yuxarı doğru Arximet qüvvəsi təsir edir, aşağı doğru mg təsir edir. Onda cisim çəkisi nə edəcək? Azalacaq. Çünki Arximet onu yuxarı doğru itələyir. Və düsturumuz da budur. P0 çıxaq F Arximet. Deməli, bura kimi Arximet qüvvəsi qədər az olur. Burada 4 olacaq. Deməli, cavab 5, 1, 2, 3, 4. 54. Suda batmış 5 kiloqram kütləli cismin sudakı çəkisi 20 newtondur. Deməli, bizim cisimimiz var və bu suda batıbdır. Bu sudur. Cisim suda batıb. Bu cisimimiz suda batıb. Kütləsi 5 kiloqramdır. Cismin sudakı çəkisi 20 newtondur. Cismin kütləsi 5 kiloqramdır. Cismin sudakı çəkisi, mayedəki çəkisi 20 newtondur. Bizə deyir ki, cismin sıxışdırıb çıxartdığı suyun çəkisini hesabla. Ümumiyyətcə, maye və qazlara batırılan cisim öz həcmi qədər mayeni sıxışdırıb kənara çıxardır. Və həmin o sıxışdırıb çıxartdığı mayenin çəkisi Arximet qüvvəsinə bərabər olur. Elə Arximet qüvvəsinin düsturunu oradan çıxardırıq. Bax, biz
cisimə mayeyə cismi batıranda bu cisim mayeni sıxışdırır kənara. Nə qədər mayeni çıxardır? Batan hissənin həcmi qədər mayeni çıxardır. Bax, bu qədər mayeni çıxardır kənara. Bu çıxan mayenin çəkisi elə Arximed qüvvəsinə bərabər olur. Deməli, cisimlərin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir Arximed qüvvəsinə. Biz buradan Arximed qüvvəsini tapa bilərik. Cisimlərin mayedəki çəkisinin düsturu P0 çıxılsın F Arximeddir. Cismin mayedəki çəkisi 20 Newtondur. Vakuumdakı çəkisinin yerinə mg yazacağam. M-miz 5 kiloqram. mg-yə çıxaq F-a yazağın. 20 bərabərdir. mg-nin yerinə yazacaq 50 çıxaq F Arximed. Buradan Arximed qüvvəsi mg-də. M-miz 5, J-miz də 10'dur. O da olur 50. Onda F Arximed bərabərdir 50 çıxaq 20, 30 Newton. Arximed qüvvəsi nə qədərdir? 30 Newton. Bəs elə cismin sıxışdırıb çıxartdığı mayenin çəkisi nəyə bərabərdir? Arximed qüvvəsinə. Onda cismin sıxışdırıb çıxartdığı mayenin çəkisi olacaq nə qədər? 30 Newton. 30 Newton. Sual. Təzyiq 40 kilopaskaldır. Deməli, P bərabərdir 40 vuraq 10 üstü 3'dür. Yəni 4 vuraq 10 üstü 4 paskaldır. Həcmi 4 kub desimetr olan ideal qaz izobar genişlənmə prosesinin sonunda qazın həcmi 10 kub desimetr olarsa, V1'imiz 4 kub desimetrdir. 1 kub metr 1000 kub desimetrdir. 1 kub metrimiz 1000 kub desimetrdir. Bak bunu buradan yazıram, qalsın burada. 1000 kub desimetrdir. Onda 4 kub desimetr nə qədər olacaq? 0'dan 1000'də 4. Yəni 4 vuraq 10 üstü mənfi 3 kub metrdir. V2'miz isə 10 kub desimetrdir. Bu da olacaq 10 vuraq 10 üstü mənfi 3 kub metr. Bu proses ama qazın gördüyü iş. Qazın gördüyü iş A bərabərdir PV ilə tapılır. PV. İzobar prosesdir. P'miz sabitdir. Onda burada V'yi necə yazmalıyıq? Delta V. P'miz 4 vuraq 10 üstü 4. Delta V'nin yerinə isə V2 çıxaq V1 yazacağıq. Yəni 4 vuraq 10 üstü 4. V2'miz 10 vuraq 10 üstü mənfi 3. 10 vuraq 10 üstü mənfi 3. Çıxaq 4 vuraq 10 üstü mənfi 3'dür. Buradan da alırıq ki 4 vuraq 10 üstü 4. Bu da olur 6 vuraq 10 üstü mənfi 3. Bu da eləyəcək 24 vurulsun 10. 10 üstü mənfi 3 sütlə 10 üstü 4 toplayanda 10 qalır. Bu da olur 240 joule. Deməli qaz 240 joule iş görəcək. 55. Hansı qrafikdə verilmiş kütləli ideal qaz üzərində gedən izotermik prosesə uyğundur? P təzyiq və həcm T-də mütləq temperaturdur. İzotermik prosesdə temperatur sabitdir, kinetik enerji sabitdir, konstantdır, orta kvadratik surət sabit qalır, bir də daxili enerji sabitdir. Bax, bu 4'ü sabit qalır. Deməli, və izotermik prosesdə P ilə V tərs asılıdır. Şimdi baxalım. Birincidə P sabitdir. Bu izobar prosesdir. Bir olmaz. İkinciyə baxalım. Bu izotermik prosesdir. Çünki izotermik prosesdə P ilə V tərs asılıdır. Bu olur ki, bəzən yaddan çıxır. Necə bunu belə deyək də başa düşmək olar. Fikir versəz bu qrafikə. Bu qrafikdə P sabit deyil. V də sabit deyil. Proseslərdə 3 dənə kəmiyyətimiz sabit olur da. Ya P, V, T. Bu üçündən biri sabit qalmalıdır. İkincidə P sabit deyil. Deməli, izobar deyil. Getdi. V də sabit deyil. İzoxor da deyil. Onda nə qaldı yerdə? T. Deməli, T sabitdir. İzotermik prosesdir. 2 düzdür. 3'ə baxıram, V sabitdir. Bu qrafik hansı oxa perpendikulyar olursa o sabit qalır. Burada isə izoxor prosesdir. Bizdən nə soruşur? İzotermik olsun deyir. Deməli 3 də olmaz. 4'də yenə P sabitdir. Bu da olmaz. 5'də fikir verin, T sabit deyil. T artır burada. Burada da T artır. T dəyişir də. Burada deməli izotermik deyil. İzoxor prosesdir. 6'ya baxsaq qrafik
T nədir? Perpendikulyardır. Onda T sabitdir. Deməli, cavab olur 2 və 6. Burada nə etməlisiniz? Düz və tərs asılıqlarda olmayan sabit qalır. Burada hansı yoxdur? T yoxdur. Deməli, izotermik prosesdir. Burada nə yoxdur? V yoxdur. Deməli, izoxor prosesdir. Qalanlarda isə perpendikulyar, qrafik hansı nəyə perpendikulyardırsa, o sabit qalır. Məsələn, burada nəyə perpendikulyardır? P-yə. Deməli, izobar prosesdir. Burada nəyə perpendikulyardır? V-yə. Deməli, izoxor prosesdir. Burada yenə P-yə perpendikulyardır. İzobar prosesdir. Burada T-yə perpendikulyar olduğuna görə izotermikdir. Bizə də lazım idi izotermik proseslər götürək. 57. Uyğunluğu müəyyən edin. Verilmiş kütləli ideal qazın təzyiqinin qaz molekullarının konsentrasiyasından asılılıq diaqramında. K-dan elə. Bax, izobar proses deyil bu. P sabit deyil. Fikir versəz, P artır. İzoxor da deyil, çünki N də neyinir? Artır. İzoxor prosesdə N, N, rho, V sabit qalır. Deməli, nə oldu bu? İzotermik proses. Və bizə deyir, verilmiş kütləli qaz. Bax, bu sözü işlədiblər burada. Deməli, izoxor da deyil, izobar da deyil. Deməli, K-dan elə izotermik prosesdir. T konstantdır yəni. İzotermik prosesdə daxil enerji, orta kinetik enerji, orta sürət, bir də temperatur. Bunlar sabit qalır. İndi K hissəsində daxil enerji dəyişmir. Çünki sabit daxil. Deməli, bir də nə gələcək? K hissəsinə C gələcək. Daxil enerji dəyişməyəcək burada. Sonra, qazın gördüyü iş müsbətdir. Gəlin baxaq. K-dan elə gələndə N neyinir? Artır. N artırsa, N nəyə bərabərdir konsentrasiya? N bölək V-dir. N-in artması üçün V nə etməlidir? Azalmalıdır. Deməli, burada V azalır. V azalanda qaz necə iş görür? Mənfi iş görür. K hissəsində qazın gördüyü iş mənfidir. Deməli, burada qazın gördüyü iş nə olur? Mənfi olur. Qazın gördüyü iş müsbətdir. Xeyr, K ilə götürənməli olur. Qazın gördüyü iş sıfıra bərabərdir. Qalsın bu. Bu da aidiyyət yoxdur. Mənfi olmalıdır. İndi baxalım L-ə. L-dən M-ə nə sabitdir? Baxın, L-dən M-ə N sabitdir. N nə vaxt sabit olurdu? İzoxor prosesdə. Deməli, bu nədir? İzoxordur. V konstantdır burada. İzoxor prosesdə qaz iş görmür. Qazın gördüyü iş sıfır olur. Deməli, qazın gördüyü iş sıfırdır. Hara gələcək? L-ə. E variantı bura gəldi. İndi daxil enerjiyə baxaq. Bax, L-dən M-ə P neyinir? Azalır. P azalırsa, izoxor prosesdə P ilə T düz asıldır. L-dən M-ə gələndə P azalırsa, temperatur da neyinəcək? Azalacaqdır. Temperatur azalırsa, daxil enerji nə olmalıdır? Azalmalıdır. Daxil enerji azalır. Harada? L-M hissəsində. B-də gələcək yenə hara? L-ə. Sonra MK hissəsinə baxalım. MK hissəsində nə sabitdir? P sabitdir. Deməli, bu hansı prosesdir? İzobar prosesdir. Yəni, P konstantdır burada. İzobar prosesdir. N neyinir? Azalır. N azalırsa V neyinir? Artır. V artırsa temperaturda neynəməlidir? Artmalıdır. Çünki izobar prosesdə V ilə T düz asıldır. Deməli, izobar genişlənmə və ya izobar qızmadır bu. İzobar qızmada temperatur artanda daxil enerji nə etməlidir? Artmalıdır. MK hissəsinə də A gələcək. Deməli, burada qaldı bir dənə də bizim nəyimiz? Qazın gördüyü iş. Baxın, M-dən K-ya V nədir? Artdı. Həcm artanda qazın gördüyü iş müsbət olur. Deməli, MK hissəsində qaz necə iş görəcək? Müsbət iş görəcək. D variantda gələcək ara 3-ə. Deməli, 1-ə C, 2-yə B-yi, 3-ə də A, D oldu. Deməli, 58-ci sual. Burada ətraflı yazıdım. Nə deyir 58-də bizə? Kütləsi 1 kiloqram olan tircik mail müstəvinin təpə nöqtəsindən sərbəst buraxılır. Yəni, burada onda cismin sürəti nədir? Sıfırdır. Başlanan sürət yoxdur. Buraxılır. Cisim KML
KML. Trayektoriyası üzrə hərəkət edir. Sürtünmə nəzərə alınmır. Sürtünmə qüvvəsi yoxdur. Onda enerjinin saxlanması ödəniləcək burada. Yolun sonuna qoyulmuş yay ilə toqquşur. Bax, burada gəlib bu cisim gəlir bu yay ilə toqquşacaq. Bax, burada toqquşur. Yay ilə toqquşur. Toqquşma nəticəsində yay elastik deformasiya edərək sıxılır. Cisim gəlir, yayı sıxır. K nöqtəsində sərbəst buraxılmış bu cismin potensial enerjisinin yayın maksimal sıxılanana qədər hansı növ enerji çevrildiyini yazın. Uyğun düsturu yazmaqla. Yay maksimal sıxılanana qədər hansı növ enerjiyə çevrildiyini yazın. Bax, ilk öncə bu cisim buradan sərbəst buraxılır, sürət artır, M nöqtəsində sürət maksimum olur. Bax, gəlin buradan bu cismin M nöqtəsindəki halını yazağın. Deməli, burada da cisim M nöqtəsində buradadır. Bu isə K nöqtəsidir. E nöqtəsi daha doğrusu. E nöqtəsidir. Buradadır. İndi başlanğıcanda K nöqtəsində cismin, bax, K nöqtəsində potensial enerjisi maksimumdur. H-dır. Yəni, M-miz 1 kiloqramdır. 1 vurulsun 10, vurulsun hündürlükdə 1 metrdir. 1 oldu 10 joule. K nöqtəsində potensial enerji 10 joule-dur. Kinetik enerji isə 0-dır. Sərbəst buraxılır, baxın, başlanğıc sürət yoxdur. Gəlirik M nöqtəsində. Sürtünmə qüvvəsi nəzərə alınmadığına görə tam enerji saxlanmalıdır. K nöqtəsində tam enerji yalnız potensial enerjiyə bərabərdir. Çünki kinetik yoxdur, 10 joule-dur. M nöqtəsi üçün yazanda isə yazacaq M nöqtəsində. Bax, burada hündürlük nədir? Yoxdur. M nöqtəsində potensial enerji nədir? 0-dır. Bəs kinetik enerji nə qədər olmalıdır? Kinetik enerji tam enerjiyə bərabər olmalıdır. Belə yazırıq. Tam enerji burada nəyə bərabərdir? M nöqtəsi üçün kinetik enerjiyə. Onda kinetik enerjidə olacaq neçə? 10 joule. Deməli, yazırıq ki, kinetik enerji nə qədərdir? 10 joule. Bunu belə yazsaq daha yaxşı olar. Potensial 0-dırsa, M nöqtəsində kinetik enerji nəyə bərabərdir? Tam enerjiyə. Yəni 10 joule-dur. Deməli, M nöqtəsində nədir? 10 joule-dur. İndi L nöqtəsində deməli, K-dan M-ə gələndə potensial nəyə çevrildi? Kinetik enerjiyə çevrildi. Sonra K nöqtəsində sərbəst buraxılır. Yay maksimum sıxılan ana qədər. Gəldi bu L-ə. L-ə gələndə başlayır L nöqtəsində nə etməyə? Yayı sıxmağa. Burada L nöqtəsində cismin kinetik enerjisi nəyə çevriləcək? Yayın potensial enerjisinə. Yay sıxıldıqca, baxın, yayı sıxdı, tutaq ki, bu vəziyyətə gətdir. Cismin sürəti azalacaq, yay sıxılması artacaqdır. Onda deyə bilərik ki, L nöqtəsində isə cismin kinetik enerjisi nəyə çevrilir? Yayın potensial enerjisinə. L nöqtəsində yayın potensial enerjisi nəyə bərabərdir? Yayın potensial enerjisi cismin kinetik enerjisinə bərabərdir. Kinetik enerji nə qədər idi? 10 joule-uydu. Burada üfüqi istiqamətdə hərəkət edib də. Üfüqi istiqamətdə hərəkət edəndə cismin kinetik enerjisi dəyişmir. Çünki sürtünmə qüvvəsini nəzərə almırıq. Onda KLM trayektoriyasında K-dan M-ə cismin potensial enerjisi nəyə çevrildi? Yazırıq. Belə deyək, cismin potensial enerjisi kinetik enerjisinə, M-dən L-ə gəldi. L nöqtəsində başlayacaq nəyə çevriləcək kinetik enerji? Yayın potensial enerjisinə. Bu düsturları yazıb, nədir? Yazmaq olar. Deməli, M nöqtəsində cismin kinetik enerjisi 10 joule olur. K nöqtəsində potensial enerji 10 joule olur. Tam enerji burada hər zaman sabitdir. Tam enerji 10 joule-dur. L nöqtəsində isə yayın potensial enerjisi nə oldu? 10 joule olacaq. 59-cu sual. Müəyyən hündürlükdən sərbəst düşən cisim 4-cü saniyənin sonunda impulsunun modulu 80 kiloqram vuraq metr bölü saniyə olarsa bu cismin kütləsini hesablayın. Deməli, bizdən kütləni sorulur. Bir H hündürlüyündən cismi sərbəst buraxırıq. Başlanğıc sürət nədir? 0-dır. H hündürlüyündən buraxdıq. Məsələn, müəyyən bir nöqtədə 4-cü saniyənin sonunda burada oldu.
4-cü saniyənin sonunda biz bu cismin surətini tapa bilərik. V nəyə bərabər sərbəst üçgən cisimlərdə? J T-yə. 10 vurulsun 4. Cismin surəti olur onda 40. Bax, burada cismin surəti 40-dır. Impulsu bizə veriblər nə qədər? 80. P bərabərdir MV-dir. M nəyə bərabərdir? P bölək V yazırıq. Yəni 80 bölək 40 olacaq neçə? 2 kiloqram. Deməli, cismin kütləsi 2 kiloqramdır. 60. Verilmiş kütləli bir atomlu ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafikinə əsasən onun daxili enerjisinin təzyiqdən asılılıq grafikini çəkin. Cavabınızı əsaslandırın. İndi bizə lazımdır burada daxili enerjinin təzyiqdən asılılıq qrafiki. Baxalım 1-2 hissəsinə. 1-dən 2-yə fikir verin. 1-dən 2-yə gələndə temperatur neyinib? Artıbdır. Həcm də artıbdır. Deməli, burada temperatur artırsa izotermik deyil. Həcm də artırsa izoxor da deyil. Onda nə qaldı? İzobar proses. İzobarda nə sabitdir? P sabitdir. Yəni, düz və tərs asılıqda olmayan sabitlikdə V ilə T-yə baxanda VT var, P yoxdur. Onda P sabit olacaq. Yəni, proseslərdə 3 dənə cəmiyyətə baxır da P, V, T. İndi 1-dən 2-yə gələndə T artır. Deməli, izotermik deyil. V də artır. İzoxor da deyil. Qaldı izobar. İzobar prosesdə P konstantdır. Onda biz necə çəkməliyik? P-yə perpendikulyar çəkməliyik. İndi fikir verin, burada temperatur neyinir? Artır. Daxili enerjinin düsturunu yazanda yazırıq 2-də 3 nü R T. T artırsa daxili enerjidə nə etməlidir? Artmalıdır. Deməli, 1-dən 2-yə daxili enerji nə edəcək? Artacaqdır. Sonra baxalım 2-dən 3-ə. 2-dən 3-ə izoxor prosesdir. Bax, bura yazırıq. 2-dən 3-ə V sabitdir, izoxordur. Bax, 1-dən 2-yə nə sabit oldu? P konstant oldu, izobar proses oldu. 2-dən 3-ə isə nə sabitdir? 2-dən 3-ə isə V konstant, izoxor prosesdir. İzoxor prosesdə P ilə T necə asıldır? Düz asıldır. Bax, PV bərabər nü R T yazırıq. P ilə T nədir? Düz asıldır. Deməli, temperatur artırsa P də artır. Deməli, burada təzyiq artacaq. 2-dən 3-ə təzyiq artır. P artır. P artdı. Digər tərəfdən temperatur artırsa daxil enerjinin düsturu 2-də və yaxud da bundan yaza bilər. P artmır. Bundan da yaza bilərsiniz. 2-də 3 PV ilə də və yaxud da 2-də 3 nü RT ilə də yaza bilərsiniz. Temperatur artırsa və ya təzyiq artırsa daxil enerji eləməlidir? Artmalıdır. Deməli, hər ikisi necə artacaqdır. Bu şəkildə olacaq. Belə. Buradan qırıq-qırıq xətlərdə keçirdim ki, bilinsin nədir? İzoxor prosesdir. Belə videoların davamlı gəlməyini istəyirsə, kanalıma abunə olub, paylaşaraq mənə dəstək ola bilərsiniz. Suallarda da bir problem olsa, rəylərdə bildirin. Buyurun, sağ olun.